Şirvan Mədəniyyət Evinin açılışında iştirak edib və Cənub Elektrik Stansiyasının tikintisinin gedişi ilə tanış olub. Aprelin 1-də Şirvan şəhərinə gələn Prezident İlham Əliyev xalqımızın ümumilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucadılan abidəsini ziyarət etdi. Prezident İlham Əliyev Şirvan şəhərində Heydər Əliyev mərkəzinin açılışında iştirak etdi. Mərkəzdə əsas ekspozisiyaların yerləşdirilməsi üçün 5 güşə və zal yaradılıb. Zalda Ulu Öndər Heydər Əliyevin büstü və miniatür heykəllər qoyulub. Burada kitabxana, kompüter otağı, böyük konfrans zalı var. Mərkəzlə tanış olan Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlət